Değerli izleyicilerimiz, yeni il kampanyalarımız devam edir. 68 bin manat ve 70 bin manatla fərqi nədir? Eyni proyekti sadəcə bu arkadakı evimizin həyətyanı sahəsi genişdir. Rahatlıqla 3-4 avtomobil daxil olabilir. Ona görə bu evimiz 70 bin və qabaqdakı evimiz 68 bin manatla təqdim olunur. İkisi də eyni proyekt deyə elə birini çəksəm bəs eləyir. Keçək təqdimata. Dəyərli izləyicilərimiz, həyətyanı sahəsi tam etaşlarla bəzədilib. Bir avtomobil rahatlıqla daxil ola bilir. Köhnə qiymətlə və həmçinin yeni il kampanyasına uyğun, yeni ilə görə həqiqətən çox gözəl bir qiymətə. Cəmi cümlətanı 2 mərtəbə 4 otaq 68 bin manata təqdim edirəm. Birinci mərtəbəmizdə zal studiyamız var, dəyərli izləyicilərimiz. Buranı bölüb, yəni belə mətbəx kimi də bir hissəni bölüb mətbəx kimi, bu hissəni də qonaq otağı kimi istifadə edə bilərsiniz. Birinci mərtəbə başdan başa istipoldur. Pləkanımızın altında qardırobu və burada da birinci mərtəbəmizdə görürsünüz sanuzel sistemi, sportskassadır, hər şey öz qaydasında. Qalxırıq 2-yə. Dəyərli izləyicilərimiz, gəldik ikinci mərtəbəyə. İkinci mərtəbəmizdə də 3 yataq otağımız mövcuddur və sırasıyla sizlərə çəkib göstərirəm. Evimizin yerləşmə yerini də qeyd edəcəm videonun sonunda, ətraflı qeyd edəcəm sizlər üçün. Baxın dəyərli izləyicilərimiz, bu da növbəti bir otağımız. Evimiz yerləşir Masazır qəsəbəsi 3 mərtəbəlilər deyilən ərazidə, Sabah futbol klubunun yaxınlığında, çox gözəl, çox bahalı bir ərazidə və sənədləri tam paket kupça bu evimiz 68 bin manata təklif olunur. Bizi izlədiyiniz üçün təşəkkürlər.